Uzun sözün kısası değerli vətənlərim, değerli soydaşlarım. Bu Mehman Hüseynov çok baş aparır. Qoyun ona bir zəng eləyim. Mehman Hüseynova bir zəng eləyim. Mehman Hüseynova çok zəng eləyim. Bu dəqiqə zəng eləyirəm. Mehman, aha. Görək götürəcəkmi telefonu? Görək götürəcəkmi telefonu? Cavab vermədi. Və Mehman. Cavab vermədi. Mehmandan bir şey soruşmaq istəyirəm. Qoy görüntüsüz zəng eləyək. Bəlkə bazadadır. Mehman Hüseynova bir sual vermək istəyirəm. Telefonu götürmür. Bilmirəm niyə götürmür. Sadəcə bir sual verəsiydim Mehman Hüseynova. Sadəcə. Amma ki, hələ ki götürmür telefonu. Birazdan yenə zəng eləyərik. Birazdan yenə zəng eləyərik. Qorxmasın. Yumuşaq vaxtında deyin. Telefonu götürsün. Değerli vətənlərim, değerli soydaşlarım, efirə qoşula bilərsiniz, amma mən xəbərlərimi boş vaxtlarda çatdırıram. Deməli, dostlar, hansı xəbərdə qalır? Mehmanı göstərək də, Mehmanı hələ. Mehman Hüseynovun belə bir videosu var. Mən bu xəbəri deyəndə inanmırdınız. Mən bu xəbəri deyəndə inanmırdınız, indi Mehman Hüseynov deyir. Baxın ha. Bakın Mehman Hüseynov deyir. Mən deyim. Size bir sır açım, biləsiniz. Şakaya pul lazımdı deyə o başda oturana hökumət özünü axırıncı yola qoyub. Necə? Bakının küçələrində süni tıxac yaratmaqla. Baxın, son vaxtlar Bakının küçələrində nə baş verir? Tıxac, tıxac, tıxac. Niyə? Niyə birdən-birə bu baş verdi? Çünki tıxac olanda nə olur? Benzin lazım olur. Benzinin pulları kimin cibinə gedir? Şakanın cibinə gedir. Bəli, tıxac olanda nə olur? Cəmaət məcbur yol hərəkət qaydalarını pozur. Düzdür? Düzdür. Cərmələr kimin cibinə gedir? Şakanın cibinə gedir. Odur ki, bax, hökumət özünü beləcə axırıncı yola qoyub. Boş küçələrdə süni tıxaclar yaradır. Süni tıxaclar yaradır ki, siz benzin alasınız və şakanın cibinə pul getsin. Elə qalmış. Mən yadınızdadırmı? Əmdilləhlərin əlində. Yadınızdadırmı? Mən sizə o vaxt dedim, prezident göstəriş verib ki, tıxaçları, süni tıxaçları çoxaldın. Məsələn, sən gedirsən, Bakıda 2 milyon maşın var. Bakıda yalandan deyirlər, o yalan statistikadır. Yalan statistik. Bakıda 3-4 milyon adam var mı? Azərbaycanın yarıdan çoxu Bakıdadır mı? Deməli regionlarda inkişaf yoxdur, bu öz yerində, bu başqa söhbətdir. Baxın, Bakıda hər 2-3 nəfərdən bir adamda maşın var. Ya da hər ailədə 2 maşın var. Hələ məmurların bir neçə, Bakının elə 5% məmurdur, hərəsində bir maşın kolleksiyası var, elə bunları demirəm. Çox maşınlar yatır. İnanın Allaha deyirəm. Statistikaya görə Bakıda 800 min, 1 milyona yaxın maşın var. 1 milyona. Amma mən inanmıram. Əslində, bəlkə də Bakı deyəndə bunlar təkcə Bakını, yəni Səbaili, Nizami, bu rayonlar nəzərə tuturlar. Səbail, Nizami, sonra nə rayonlardır? Sonra Nəsimi, sonra nədir? Yasamal, belə rayonlar, Binəqədi, belə rayonlar nəzərə tuturlar. Amma bu tərəf Altava it yalıb, pişik yalıb, bu da o tərəfə uzanır. Bu tərəf Sumqayıt tərəf uzanır o tərəfə. Bu Qaradağdan belə hamı Bakıda işləyir, Bakıya gəlib gedir. Yəni bu ətrafınla, Bakı və ətrafınla bir yerdə, yəni Bakıya girən, çıxan, daimi girən, çıxan maşınlar, Bakı ətrafında olan maşınların sayı milyon, yarım, 2 milyon olar. Və deyələn vətənlərim, bu milyon, yarım, 2 milyon maşın da avtomobil. Hər kəs düşünür ki, gedib gündə bir dəfə nəsə çörək alacaq da, hardansa bir bazarlıq eləyəcək, nəsə alacaq, nəsə işə gedəcək. Fikirləşir ki, 10 dəqiqə gedib gələcək. Məsələn, gedib, tutaq ki, Dıvatçı atıdan gedib, Dıvatçı atıdan.
az neftdən bir dənə deyək ki, telefon alıb, ya bir çörək alıb, ya nəsə bir işini görüb, bir qohumuna salam verib, o düzünə get qayıdıb da Vaçatıya gəlmək, bu 15 normalda tıxac olmasa 10 dəqiqə, 10 dəqiqə, 20 dəqiqəyə bəs eləyirdi, dəqiq qayıtmaq 20 dəqiqə. Amma tıxac olacaqsa, sən əlbəttə ki 2 saata gələcəksən. Tıxac olmasaydı, sən ora 1 litr yanacaqdan gedib gələ bilərdin, 1 litr. Ya litr yarım. Amma tıxac olacaqsa, sən ora 2,5-3 litr yanacaq işlədəcəksən. Yəni, yanacağın 2 və ya daha artıq dəfə artıq sərfiyyatı deməkdir və onu bilin ki, Azərbaycanda satılan yanacaq Azərbaycanın büdcəsinə gedir. Xaricdə satılan gəlmir, ha. Azərbaycanda satılan büdcəyə gedir, o büdcə də kim tərəfindən talanır? Əliyevlər tərəfindən. O büdcədən ən yaxşı halda Əliyev bunu qoruyan qüvvələrə yaxşı maaş verir. Xalqa yox, qoruyan qüvvələrə. Qaldı ki, Mehmana mən bir sual vermək istədim. Mehman yenə yoxa çıxdı, qoy görək tapa bilirəm yenə, bir də zəng edeyim. Qoy görək, zəng eləyək görək Mehmana. Bir daha zəng elə Mehmana görə götürəcəyim telefonu. Mehman müəllim salam, axşamın xeyir olsun. 2 videonu göstərdim, elə sən yadımıza düşdün. Sən niyə bizə qardaş pislik eləyirsən? Niyə bizə pislik eləyirsən sən? Mənə elə gündə 5-10 nəfər atır ki, duxun çatır, gəl Mehman kimi Azərbaycanda danış. Mehman Hüseynov kimi. Başa düşdü, indi əvvəllər çəkdiyim videolardan oturub hansısa ölkədən buraxırsan, axı sən 2 ildə ölkədə yoxsan. Maraqlı deyil, Avropadasan, Amerikadasan, Gürcistandasan, Ukraynadasan, o qədər vacib deyil. Amma mən bu xalqa çatdırmaqdan yoruldum ki, bu videolar Azərbaycandan paylaşsa, Azərbaycanda olsa Mehmanı çoxdan tutarlar. Adamlar deyir ki, yox, Mehman Azərbaycandan səndən də yaxşı çıxış eləyir. Sən bununla bizə zərbə vurursan. Yəni, başqa adamlar da düşünür, gerizəkallar ki, Mehman Azərbaycandan qabil kimi, başqaları kimi danışır, Mehman bunlar da gəlib danışa bilər. Və yaxud xaricdəki digər, bizim millətdən olmayan, olan digər insanlar da düşünür ki, elə Azərbaycandan danışmaq mümkünsə Mehman danışır, bunlar niyə gedib danışmır Azərbaycandan? Yəni, sən bir daha başa sal ki, mən dünyanın hansısa bir küncündəyəm, mən Azərbaycanda deyiləm. Azərbaycanda olsam, məni də apararlar. Mən bilirəm, sən 2 ilə yaxında Azərbaycanda deyilsən. Etiraf elə də bunu, cəmaət bizi aşağılamasın. Mehman özü deyib Mehman özü. Dəfələrlə deyib Gürcistandayam, mənim yadıma ki, Avropadayam dedi, bir dəfə deyib Gürcistandayam. Mehman bunu deyib, amma sadəcə mənim efirimdə deməlidir ki, mənim paylaşılır bunlar, hər tərəfdə paylaşılır bunlar. Cəmaət bilsin, yoxsa hamı deyir, Mehman orada danışır, siz nəyə yığışıbsınız Avropaya, gəlin Azərbaycan'a danış. Hayır ki, Mehman Azərbaycanda belə danışsaydı, hala baba gör nə deyir, Şakiyə pul lazımdır, bizim hümbələk, dümbələk, başda oturan dümbələk. Mehman Azərbaycanda bu videoları eləsə çoxdan basmışlar içəri. Nə danışırsınız? Düz də bir ara mən demişəm, bir ara istifadə ediblər Mehmanı. Hansısa qüvvələr istifadə edib. Amma indi məncə nəsə eləmək istəyir. Mən bilirəm ki, o prezidentliyə namizədliyini verəcək gələcəkdə. Mən bilirəm bunu. Amma ki, bu şey daxı, bizə zərbə daxı bu. Hamı deyir, neçə duxun çadır Mehman kimi Azərbaycan danışır. Mehman Azərbaycandan vermir axı o videolar. Yəni, dəyərlən vətənlərim belə də, yəni. Alo. Alo. Komutan, axşamın xeyir. Hər vaxtınız xeyir. Buyurun. Hər vaxtınız, buyurun. Bütün
icazənizlə sizin razılığına Buyur, efir sizin. Analarımızı, ən əsasda şəhid analar, əllərindən ötürük, qazi analar, birinci oxlar başımızın tacıdır. Onları eləyirik, təbrik eləyirik, Allah can sağlığı versin. Və bu Mehmanın Rafi dayı qonşumuzdur, bir gün də görmüşdüm elə onu dükanda, pensiyasında olmayıb. Mehman İsveçrədədir, yəni biləsiniz, Şveysariyadadır. Mən dəxli yoxdur, Şveysariyadadır, nə bilim Gürcüstandadır, hardadır, dəxli yoxdur, Türkiyədə də olsun. Ağrı ki, cəmaət bilsin ki, ölkədən elə video paylaşsa, nəinki ölkədən, Türkiyədən, Gürcüstandan belə bunu tutub apararlar. Sadəcə Mehman yəni qərbdədir hardasa, qərb ölkələrindədir, mən bunu bilirəm. Amma bu insanlara başa salmaq olmur, hamı deyir, qabil edək, Mehman Azərbaycanın dağıdır, sən də gəl dağıt da burada. Neyse, sağ ol bəzi, çox sağ ol, sağ ol. Sağ ol. Bir də bir xahişim olacaqdı bəy, əgər imkan varsa. Elşad bəy efirə o qonaqlar dəvət eləyəndə daha maraqlı, belə də maraqlı olur. Daha məlumatlarda, hər imkan olsa çoxdan da Elşad bəy, Elman bəy, indi kimi siz məsləhət bilsə dəvət eləyərsiniz efirə. Elman bəy sabah olacaq, Elman bəy. Elşad, Ramazan ayında Elşad keçən ildə elə oldu, çıxış eləmir. Amma siz kim məsləhət bilsəz, yəni dəvət eləyir. Çox adam mənim efirimə çıxmağa qorxur. Avropada siyasi oturma alır, mənim efirimə çıxmağa qorxur. Amma Azərbaycandan insanlar mənim efirimə qoşulurlar. Özləri də siyasi mühacirdir. Bunlar hamısı deport eləmək lazımdır çoxunu Azərbaycana. Sağ ol bəy, sağ ol. Onu deyəcəkdim, sözünüzə qüvvət bəy, bu xaricdəki oturumla alanlar var, vaxtınızı alırıq, özürlük qısa deyim. Buyur. Onları araşdırıb, biabır eləyib bəy, düzdür sizin sahə deyil, yəni bu işdə Qabil bəy, yəni komutan kimi biz də sizin əskərlərik, sözdə yox, valla. Yəni biz sizi böyük qardaş bilirik, yəni çox yoldaşlar var, çoxsun interneti yoxdur, yəni çıxış yoxdur da, zəng eləyə bilmir. Yəni onların da adından dedim elə, sizə həmişə də təşəkkür edirlər, var olun. Sağ olun, sağ olun. Sağ ol. Sağ ol bəy, sağ ol. Değerli vətənlərim, değerli soydaşlarım, Mehman hər halda bir səsdən zadan atsa yazacağım bunu. Bu böyük bir şeydir bu. Xoşa gəlməyən bir şeydir. Neyse. Yenə də bu nə idi elə? Bax, bu dəqiqə sən balansa pul gələcək. Əgər gəl... Neyse.